Dünyanın müxtəlif ölkələrində etiraz və narazılıq aksiyaları keçirilir. Hansıların əsas tələbi Bakıya ünvanlanır. Erməni əsirlərin və saxlanılan şəxslərin azad edilməsi. Bu aksiyalarının təşkilatçılarından biri Almaniyada hüquq müdafiəçisi insan hüquqlarının üzrə ixtisaslanmış mütəxəssis və Almaniya Erməni Mərkəzi Şurasının sədri Jonathan Spangenbergdir. İndi biz bu mövzu ətrafında məhz onunla söhbət aparacağıq, xüsusilə də cavab almağa çağırışıq ki, suallara hansı mexanizmlər o cəhd edir, beynəlxalq ictimai rəyə təsir göstərməyə və hansı çağırışları var erməni və Azərbaycanlı cəmiyyətlərinə, həmçinin hökumətlərinə. Salam cənab Spangenberg, dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Və birinci sualım budur ki, açıq mənbələrdən əldə olunan məlumatlara əsasən Bakıda saxlanılan erməni əsirlərin hazırki vəziyyətini və bu məsələdə beynəlxalq reaksiyanı necə qiymətləndirirsiniz? Ուրեմն արդեն ինչպես մամուլի մեջ ալշատ դարածվեցավ. Deməli, son aylar mətbuatda beynəlxalq Qızıl Xaçın Bakıda fəaliyyətinin qadağan edilməsi çox yayıldı. Bu, girovlarımız və əsirlərimizlə bağlı çox ciddi problemdir. Çünki biz onların vəziyyəti, səhhəti, psixoloji durumu haqqında məlumat ala bilmirik. Bu çox narahat edicidir. Deyə bilərəm ki, beynəlxalq platformalarda işlər görülür, lakin girovların, əsirlərin azadlığa buraxılması üçün Əliyevə daha çox təzyiq göstərilməsi üçün o təzyiq yoxdur. Şübhəsiz ki, Vaşinqtonda bu müqavilənin imzalanması anında ümidlər var idi ki, ən azı bir hissəsi azadlığa buraxılacaq. Trump hətta bunu qeyd etdi. Və bu istiqamətdə ölkələrlə, müxtəlif beynəlxalq qurumlarla fərqli növ işlər aparılmalıdır ki, o beynəlxalq təzyiq artsın və onlar azadlığa buraxılsınlar. Almaniyada bu məsələni gündəmdə saxlamaq və əsirlərin geri qaytarılmasını tələb etmək üçün hansı konkret addımlar atmısınız və ya atmağa davam edirsiniz? Մենք ամեն առիթի դարբեր Biz hər fürsətdə bu məsələni əsas siyasi qərar qəbul edənlərlə, yəni, məsələn, Xarici İşlər Nazirliyi ilə qaldırırıq. Bu məsələni deputatlarla, yəni Bundestagda qaldıracağıq və bu məsələni Almaniyanın insan haqları təşkilatları ilə də əməkdaşlıq edərək müxtəlif səviyyələrdə qaldıracağıq. Gələn həftə bizim Bundestagda müxtəlif təşəbbüslərimiz və görüşlərimiz var. İsveçrənin sülh təşəbbüsünü Almaniyada təqdim etməliyik. Yəni, hər şey bir-biri ilə bağlıdır və bu məsələnin əmin edə bilərəm ki, Almaniyanın siyasi meydanına çatdığı, yəni onların xəbərdar olduqlarını, lakin əsirlərin azadlığa buraxılması üçün daha çox təzyiq göstərmək üçün o qətiyyətli addımları atmadıqlarını söyləyə bilərəm. Və biz ümidlərimizi itirməmişik, iş onları azadlıqda görənə qədər davam etdiriləcək. Bu məsələlərin irəlilənməsi üçün alternativ mexanizmlər, məsələn, beynəlxalq məhkəmələr, xüsusi məruzəçilər və ya digər insan hüquqları institutları cəlb etmək mümkündürmü? Անշուշտ է, օրինակ հիմա շատ կարևոր Şübhəsiz ki, məsələn, Qızıl Xaç bağlandığı üçün hökumətlər və ya səfirliklər bu boşluğu doldura bilər. Bunu müxtəlif dövlətlər və hökumətlər edə bilər. Bu istiqamətdə də çalışacağıq. Dünən Avropa Cinayət Məhkəməsi qərar qəbul etdi ki, noyabrın 4-ünə qədər Azərbaycan girovlarla bağlı hesabat verməlidir. Onların sağlamlığı və sair haqqında hesabat təqdim etməlidir. Və bu görüşlər davam etdirilməlidir. Şübhəsiz ki, bu məsələ dünya miqyasındakı bir çox məsələlər arasında unudulmasın. Şübhəsiz, onlar azadlığa buraxılmalıdırlar. Görüləcək çox iş var. Biz hələ sülhdən, əsl sülhdən danışa bilmərik. O gün gələndə mən çox şad olaram, əgər o gün gəlsə və həqiqətən sülh olsa. Amma orada əsas problemlər var. Onlardan birincisi erməni əsirlərin, girovların və itkin düşənlərin məsələsidir ki, onların da sayı kifayət qədər yüksəkdir. Onlar bu məsələni həll etməlidirlər. Bu məsələ həll olunmayınca sülh ola bilməz. Artsakın zorla köçürülmüş xalqının əsas problemi var ki, bu indiki sülh prosesindən kənardadır və əgər biz həqiqətən sülhdən danışırıqsa, onda bu əsas problemlər nəzərdən qaçırıla bilməz. Və sonuncu sualım, bu məsələ ilə bağlı Ermənistan və Azərbaycan xalqına və ya hakimiyyətlərinə hansı çağırışınız və ya mesajınız var? Այս հիմնական մարդկային Çağırışım insan haqları probleminə biganə qalmamaq və düşünməkdir ki, fərd öz iştirakini təmin edə bilər və bu məsələdə minimum iştiraki ola bilər. Hətta danışmaq belə bu məsələnin unudulmamasına kömək etməlidir. Və mən əminəm ki, erməni əsirləri və girovları azadlığa buraxıldıqda o gün gələcək. Bəli, çox iş var. Ümidsizlik də ola bilər, amma Əliyevin istədiyi budur. Bu şəkildə o öz təzyiqini artırmaq istəyir, ümidsizliyə qapılmamaq və bu işi davam etdirmək lazımdır. Çünki bu yeni bir ümid olmalıdır. Mən
Ermənistana və diasporaya və hətta azərbaycanlılara əgər eşidirlərsə, bu əsas insan haqları məsələsində öz dəstəyini və iştirakını təmin etməyə çağırıram.